Bu dərsimizdə sizə elektron hökumət portalına qeydiyyat etdiyiniz zaman yazdığınız şifrənin bərpasını necə mümkün olur, onu göstərəcəm. Əgər siz şifrəni unutmusunuzsa, onda çox rahatlıqla bərpa edə bilərsiniz. Gördüyünüz kimi portala giriş edərək istifadəçi adı və şifrəni yazmaq mərhələsində şifrəni unutdun düyməsinə klik etdiyimiz təqdirdə bizə şifrənin bərpası adlı yeni bir pəncərə çıxır ki, burada da istifadəçi adı və şəxsiyyət vəsiqəsinin PIN kodunu daxil etdikdən sonra eyni zamanda şəkildə gördüyünüz təhlükəsizlik kodunu daxil etdikdən sonra yoxla düyməsinə basa bilərik. Və yoxla düyməsinə basdıqdan sonra siz qeydiyyat zamanı daxil etdiyiniz telefon nömrələrindən hər hansı birini seçməklə artıq təsdiqlə düyməsinə basa bilərsiniz. Mən gördüyünüz kimi bir nömrəni seçirəm və ondan sonra təsdiqlə düyməsinə klik etdikdə bizim seçdiyimiz nömrəyə aktivasiya kodu göndərilir ki, mesaj olaraq biz də bu kodu bura daxil olaraq artıq daxil et düyməsinə basa bilərik və şifrəmizi yeniləyə bilərik. Və yeni şifrəni 2 dəfə qeyd etdikdən sonra təsdiqlə düyməsinə basdıqda şifrənin bərpası prosesi uğurla başa çatmış olacaq. Təsdiqlə düyməsini basdıqdan sonra gördüyünüz kimi şifrəniz dəyişdirildi deyə bir bildiriş çıxır ki, artıq sistemə daxil olarkən yeni şifrənizdən istifadə etməlisiniz. Bu dərsimizdə sizə şifrənin bərpasının hansı qaydada aparıldığını dedim və göstərdim.